Ölkəmizdə moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq. Bu məsələ Milli Məclisin bugün keçirilən iclasında müzakirəyə çıxarılıb. İclasda həmçinin müstəqilliyin bərpası günü münasibəti ilə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlanıb. Plenar iclasda bir sıra qanun layihələri ətrafında müzakirələr də aparılıb. 34 il öncə 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Lakin müstəqil olmaq qədər onu qoruyub saxlamaq da böyük əzmkarlıq və qətiyyət tələb edirdi. Milli Məclisin sədri Sahibə Qəfarova qeyd etdi ki, bugün güclü və qüdrətli Azərbaycan işğaldan azad etdiyi əraziləri yenidən həyata qaytarır. Əminliklə söyləmək olar ki, möhtərəm cənab İlham Əliyevin liderliyi, xalqımızın birlik və həmrəyliyi dövlətimizin yeni böyük nailiyyətlər qazanmasını, müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcək. Cari məsələlərin müzakirəsi zamanı millət vəkili Məlahət İbrahim qızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilməsi məsələsinə də toxundu. Azərbaycan xalqı çox gözəl bilir ki, Ramiz Mehdiyev kimi yüzlərlə hakimiyyət hərisləri olsa belə 200 illik dünya erməniliyini, erməni lobbisini və işğalçı Ermənistanın arxasında dayanan super gücləri 44 gün ərzində məğlub edən müzəffər ali başkomandanımızın dəmir yumruğu qarşısında çox acizdirlər. Kimliyindən və tutduğu mövqedən asılı olmayaraq dövlətçiliyimizə, dövlət başçısına, möhtərəm prezidentimizə qarşı xəyanət edən hər kəs, eləcə də Ramiz Mehdiyev və onun silahdaşları qanun qarşısında mütləq cavab verəcəkdir. İclasın gündəliyinə gəlincə parlamentarilər yol hərəkəti haqqında qanuna olan dəyişikliyi müzakirə etdilər. Qanun layihəsində moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınması tələbi də əks olunub. Mopedlər həm piyada, həm də avtomobil axını arasında hərəkət etdiyindən onların düzgün qaydalarla idarə olunması, mümkün risklərin, qəzaların qarşısını almaq, qayda pozan şəxslərin identifikləşdirilməsi və məsuliyyətə cəlb oluna bilməsi üçün önəmlidir. Hazırki qanunvericilik yeni tipli nəqliyyat vasitələrinin, o cümlədən mopedin istifadəsini tam tənzimləmir. Bu isə hüquqi boşluqlar yaradır. Yeni tənzimləmələr vasitələrin idarə olunması üçün yaş həddinin sürücülük vəsiqəsi tələbinin texniki baxış və qeydiyyat mexanizmlərinin müəyyən edilməsini nəzərdə tutur. Bu, həm sürücülərin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinə təmin etməyə yönəlib. İclasda digər qanun layihələri ətrafında da müzakirələr aparıldıqdan sonra birinci oxunuşda səsə qoyularaq qəbul edildi. Əhməd Məmmədov, Samir Gülməmmədov, ATV Xəbər.